Salam. Bu günləri biz sizlərlə Azərbaycanın xarici dövlətlərlə sərhəddə yerləşən rayonları haqqında danışacağıq. İlk öncə şimalda qonşumuz Rusiya ilə başlasaq, Rusiya ilə sərhədlərimizin uzunluğu 391 kilometrdir və bu sərhədlər Xaçmaz, Qusar, daha sonra Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakəndən keçir. Həm də Gürcüstanla sərhədlərimizin uzunluğu 471 kilometr olub, Balakən, Zaqatala, Qax. Bu 3 rayon həm Rusiya, həm Gürcüstan sərhədində yerləşir. Daha sonra Gürcüstanla sərhəd olan digər rayonlarımız Samux, Tovuz, Ağstafa və Qazaxdan keçir. Daha sonra ən uzun sərhədlərimiz Ermənistanladır, 1009 kilometr. Ermənistanla sərhəddə Qazax, Ağstafa, Tovuz. Bu 3 rayonda həm Gürcüstan, həm Ermənistan sərhədində yerləşir. Daha sonra Ermənistanla sərhəd olan digər rayonlarımız Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarıdır. Daha sonra Naxçıvan Muxtar Respublikasında Ermənistanla sərhədlərimizdən danışacaq olsaq, Ordubad, Culfa, Şahbuz, Babək, daha sonra Qıvraq və Şərur, həm də Sədərək Ermənistanla sərhəddə yerləşir. Daha sonra İranla sərhədlərimizin uzunluğu 725 km təşkil edir. İranla sərhəddə Naxçıvanın, Sədərək həm də Türkiyə ilə sərhəddə yerləşir. Türkiyə ilə sərhədlərimizin uzunluğu 15 km-dir. Deməli, daha sonra orada Sədərək, Şərur, Qıvraq, Babək, Culfa və Ordubaddan sərhədlərimiz keçir. Daha sonra Zəngilan həm Ermənistan sərhədində, həm İran sərhədində yerləşir. Cəbrayıl, Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Cəllabad, Yardımlı, Lerik və Astara rayonlarından keçməkdədir.